Sovet binasında yaşayırdıq. Həmin Sovet binasında yaşayanda atam otla eləyirdi. Anam o kağızlar belə bükürdülər. Yandıraraq yemək eləyirdilər. Onlardan gəldik, çıxdıq Bakı. Bakıda da onun bunun evində yaşların altında zülm. Bir gənci xatırladacağı ancaq məcburi köçkünlükdən, ancaq əzab, ancaq istirab. Ona başqa hiçbir şey yoxdur. Gördüklərim ancaq budur. Əgər gəncin nə düşündüyünü sorsanız, yaşadığım budur. Bu 20 il içində sonra atam zülmlərinə gəldi, torpaq aldıq, ev elədik, nəsə bir şəraitəcən gəldik. Bir nə qədər atam torpaq aldı, orada dişimizdən, dırnağımızdan ev elədik, tikirdik, hələ də tikirik. Hələ qutarmamışam. Və o dövrdə anam çox əziyyətlər çəkirdi və anam məni oxutma deyir ki, qızım oxu, təhsil al, sənin nə lazımsa, hər şeyini eləyəcəm sənin üçün. Mən də qarşıma məqsəd qoydum, bir ayağı yalın, bir ayağı açıq, bir paltarsız, başıma yalın, qışın günündə gedirdim, yıxıldırdım, ayağımın Pasanşkoyla getmişəm yolu, yıxıldım və qaydırdım. Anam köhnə ayaqqabının arxasına mismarı vurdu, dedik get məktəbə. Qutardım o məktəbdə, əzabla. Universitetə qəbul oldum, Təfəkkür Universitetinə. Bugün də əzab çəkirəm. Nə dəyişib ki, heç nə. Bugün təhsil haqqı üçün 1800 manatdır təhsil haqqı. Verir, aləm verir. Nə üçün? Evin arxasına torbayan sahən satıldı, verildi. Bu birlik təhsil haqqı. Gen təhsil haqqı anam fəhləş deyir. Atam fəhləş deyir. Buna kim baxır? Heç kim. Gedib də ərizə yazmalara deyəndə ki, mən təhsil haqqımı azaltmışam, amma heç kim mənim yaşadığımı bilmir. Nələr yaşamışam 20 il içində. Heç kim bilmir. Bugün təhsil haqqım üçün müraciət elədim ki, bu azaldırsın, ərizə yazım. Dedi ki, sən tək deyilsən ki, sənin milyonlarla tələbə var. Kimə baxım? Dedim ki, dövlətdə olanların hamısı azaldırıb da, bu məcburi köçkünə, özəl universitetdə oxuyuram. Buna heç olmaya yarısı 900 verim də. O da yox. Bu gəncin hansı ruh yüksəkliyi ilə gənc? Sabah mənim heç bir şansım yoxdur. Olan fakt budur. Yerlər, uşaqlar var. Onlar ki, mənim də arzularım var. Yuxarı çıxmaq istəyirəm. Daha yüksəklərdə oxumaq istəyirəm. Magistr olmaq istəyirəm. Aspirant olmaq istəyirəm. Öz ayağımın üstündə durmaq istəyirəm. Nə olsun ki, qızam? Görmüşəm əziyyət, artıq əziyyət yemək istəmirəm.